Salam, hörmətli TV1 kanalının tamaşaçıları. Bugün sizinlə mən, Dariya Əlzadədir. Mənim qonaqlarım isə kimya üzrə fəlsəfə doktorları, alimlər Durna xanım Ahamaliyeva və Günay xanım Heydərlidir. Kanalımıza xoş gəlmisiniz. Hər vaxtınız xeyir Dariya xanım. Öncəliklə sizi və izləyicilərimizi salamlayıram. Təşəkkür edirəm dəvətiniz üçün. Düşünürəm ki, bugünkü söhbətimiz izləyicilərimiz üçün maraqlı və faydalı olacaq. Təşəkkür edirik. Mən də öz adımdan sizi salamlayıram Dariya xanım. Dəvətinizə görə təşəkkür edirəm. Ümid edirəm müzakirəmiz maraqlı olacaq. Təşəkkür edirik. Söhbətimiz boyunca kimya elminin aktual istiqamətləri və Azərbaycanda elmin gələcək inkişaf perspektivləri haqqında maraqlı bir söhbət edəcəyik. Durna xanım, bakalavr və magistr təhsilinizi biologiya üzrə almısınız. Sonradan isə neft kimyasına keçid etmisiniz. Bu qərarın arxasında hansı elmi maraq dayanırdı? Dariya xanım, öncəliklə sualınız üçün təşəkkür edirəm. Mən düşünürəm ki, elm sərhədlərlə məhdudlaşmır. Bəli, əslində biologiya və neft kimyası bir-birindən uzaq sahələr olmasına baxmayaraq, onları birləşdirən çox mühüm məqam var. Bura həyat və ətraf mühit faktorları daxildir. Mən ilk təhsilimi biologiya üzrə almışam. Sonradan neft kimya sahəsində elmi fəaliyyətimlə bağlı olaraq neft kimya sahəsini seçmişəm. Burada doğrudan da gördüm ki, biologiyanın rolu çox böyükdür. Məsələn, mikroorqanizmlər neft sənayesində korroziya, mikrobioloji korroziya proseslərinin baş verməsinə səbəb olurlar. Digər tərəfdən ətraf mühitin mühafizəsində, təmizlənməsində bir çox tədqiqatçılar mikroorqanizmlərdən istifadə edirlər. Məhz bu məqamlar mənim marağımı daha da artırdı. Bugünkü fəaliyyətimdə demək olar ki, hər iki sahə bir-birini tamamlayır. Mən hər iki sahə üzrə əldə etdiyim biliklərdən istifadə edərək həm sənayedə, eyni zamanda ətraf mühit üçün faydalı tədqiqatlar aparmağa çalışıram. Çox gözəl. Günay xanım, siz kimya elmini və elmi tədqiqat yolunu seçməyə sövq edən əsas amillər nələr olub? Ümumiyyətlə mən düşünürəm ki, insanın peşə seçimi illər ərzində formalaşan bir məsələdir. Kimyaya maraq mənə orta məktəb illərində təhsil alarkən başlamışdı və bu təsadüfi deyildi. Çünki bizim ətrafımızda baş verən bir çox proseslərdə olan qanun uyğunluqları kimya vasitəsilə izah etmək mümkündür. Təsəvvür edin, bizim aldığımız nəfəsdən tutmuş müasir texnologiyalar, dərman maddələri hamısı kimya ilə əlaqəlidir. Və sonraki illərdə universitet həyatında artıq mən tədqiqatla məşğul olanda başa düşdüm ki, biz yalnız hazır biliklərlə, nəzəri biliklərlə kifayətlənməməliyik. Həmçinin yeni tədqiqatlar aparmalı, yeni sualları araşdırmalıyıq ki, bu sualların hər biri yeni kəşf imkanına malikdir. Və bugün əsas motivasiyam odur ki, elm cəmiyyətin inkişafına fayda verəcək bir məsələdir və bunun inkişafı üçün biz hər birimiz can atmalıyıq. Durna xanım, hazırda elmlər doktorluğu istiqamətində tədqiqatlarınız davam etdirirsiniz. Araşdırmalarınız hansı elmi problemlərin həllinə yönəlib? Bəli, hazırda elmlər doktorluğu istiqamətində fəaliyyətimizi davam etdiririk. Araşdırmalarım əsasən neft sənayesində rast gəlinən korroziya problemləri və onların araşdırılması, eyni zamanda həmin problemlərə qarşı tədbirlərin görülməsinə əsaslanır. Əsas məqsədimiz bundan ibarətdir ki, ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı texnologiyalar yaratmaqla bu problemlərin həllini aradan qaldırmaqdır. Eyni zamanda tədqiqatlarımız davam edir və aldığımız nəticələr, patent, elmi əsərlər, qrant layihələrində öz əksini tapıbdır. Günay xanım, doktorluq dissertasiyanızı vaxtından əvvəl müdafiə etmisiniz. Bu nəticəni əldə etmək üçün hansı prinsiplər sizə kömək etdi? Qeyd etmək istəyirəm ki, biz tədqiqatlarımıza daha əvvəldən başlamışıq bu istiqamətdə. Yəni, bu əldə etdiyimiz nailiyyətlər heç bir təsadüfi olmamışdır. Məqsədli, planlı və özünə inamlı olan davamlı fəaliyyət nəticəsində olmuşdur. Ancaq bu xüsusilə vacibdir ki, biz öz mühit çox vacib faktordur və biz öz ətrafımızda olan alimlərin bizə göstərdiyi yol, istiqamət nəticəsində bu nailiyyətləri əldə edə bilmişik. Xüsusilə institutumuzun fəaliyyət
fəaliyyət göstərdiyimiz Akademik Yusif Məmməd Əliyev adına Neft Kimya Prosesləri İnstitutumuzun rəhbərliyi, baş direktorumuz Akademik Vaqif Abbasova və mənim elmi rəhbərim hörmətli professor Çingiz Rəsulov bu sahədə çox istiqamət vermişdir bizə. Ancaq qeyd etmək istədiyim digər vacib nüanslardan biri odur ki, kimya kimi sahədə tək başına fəaliyyət göstərmək mümkün deyil demək olar və xüsusilə vurğulamaq istədiyim odur ki, bizim əldə etdiyimiz, biz gənc tədqiqatçıların əldə etdiyi nailiyyətlərin hər birində bizim institutumuzun kollektivinin çox böyük dəstəyi mövcuddur ki, bu da bizə böyük stimul verir. Durna xanım, Scopus, Web of Science və Google Scholar kimi beynəlxalq elmi platformalarda aktiv fəaliyyət göstərmisiniz. Bu platformalarda tanınmaq alim üçün nə ifadə edir sizcə? Mən hesab edirəm ki, bu platformalarda tanınmaq yalnız şəxsi uğur deyil, eyni zamanda böyük nailiyyət və böyük məsuliyyətdir. Çünki bizim elmi nəticələrimiz dərc olunduğu zaman artıq yalnız öz ölkəmizdə deyil, bir sıra xarici ölkələrin alimləri, tədqiqatçıları tərəfindən elmi nəticələrimiz, əsərlərimiz izlənilir, istinad olunur, oxunur, tanınır. Bu isə bizə nə gətirir? Bu bizə böyük elmi nüfuz verir. Eyni zamanda əməkdaşlıqlar yaradır. Çox gözəl. Düşünürəm ki, mənim də həyata keçirdiyim tədqiqat işlərimin elmi nəticələri ölkəmizin elmi nüfuzunu beynəlxalq səviyyədə yüksəlməsinə səbəb olacaq. Günay xanım, elmi fəaliyyətiniz nəticəsində patentləriniz, monoqrafiyanız və ya beynəlxalq nəşrləriniz var. Bunlardan hansını elmi karyeranızın dönüş nöqtəsi hesab edirsiniz və niyə? Mən xüsusilə vurğulamaq istəyirəm ki, tədqiqatçılar bunu daha yaxşı bilər. Hər bir əldə etdiyimiz kiçik nailiyyət belə biz tədqiqatçılar üçün çox vacibdir. Çünki bizim sahədə fəaliyyət göstərən insanlar çox yaxşı başa düşər ki, onların hər birini yalnız təcrübə mərhələsi deyil, hər birinin məqalə olsun, patent olsun, onların başa gəlmək müddəti çox uzun müddətli və çox səbr və zəhmət tələb edir. Əlbəttə ki, bu patent, monoqrafiya, məqalələr onlar hər biri bizim tədqiqatımızı müxtəlif istiqamətdə təmsil edirlər. Belə ki, patentlər işimizin elmi yeniliyini və tətbiq xarakterli olmasını göstərir. Məqalələr müxtəlif beynəlxalq bazalarda təqdim etdiyimiz məqalələr bizim elmi nəticələrimizin beynəlxalq mühitdə təmsil edir. Həmçinin monoqrafiyalar isə bizim əldə etdiyimiz nəticələrin sistemli şəkildə elmi cəmiyyətə təqdim olunmasına xidmət edir. Bu baxımdan qeyd etmək istəyirəm ki, onların hər biri xüsusilə bizim üçün vacibdir. Durna xanım, bəs universitetdə magistrantlara elmi rəhbərlik edirsiniz. Gənc tədqiqatçılarda ən çox hansı keyfiyyətləri görmək istərdiniz? Mən gənc tədqiqatçılarda ilk öncə elmə həvəs görmək istərdim. Bilirsinizmi, bilik zamanla qazanılır, lakin elmə həvəs, maraq bu insanın daxilindən gəlir. Həmçinin onların təşəbbüskar, zəhmətkeş, həvəsli olmalarını istəyirəm. Bu zaman bu keyfiyyətlərə sahib olan gənclər düşünürəm ki, gələcəkdə daha dolğun formalaşacaqlar və ölkəmizi dünya səviyyəsində tanıdacaqlar. Mənim rəhbərliyim altında 2 fəlsəfə doktoru üzrə 2 nəfər şəxs öz işini davam etdirir, elmi işini. 11 magistr elmi dərəcəsi alanlar var. Bunlardan 9 nəfəri məhz bu il magistr dərəcəsini almışdı. Tələbələrimin hər birini bu münasibətlə təbrik edirəm. Onlara uğurlar arzulayıram. Biz də təbrik edirik. Çox sağ olun. Günay xanım, rəhbərlik etdiyiniz ekoloji təhlükəsizlik katalik sistemi ilə bağlı qrant layihəsinin əsas məqsədi nədir sizcə və onun sənaye üçün praktik əhəmiyyəti nədən ibarətdir? Mən bildirmək istəyirəm ki, bizim layihəmiz ekoloji təhlükəsiz katalitik sistemdə pirolizin yan məhsulları əsasında səmərəli kimyəvi əlavələrin alınması istiqamətində olan layihəmiz Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olmuşdur və bu layihənin əsas məqsədi Azərbaycanda xammalı olan birləşmələr əsasında səmərəli polifunksional xassələrə malik olan yeni birləşmələrin sintezidir. Qeyd etmək istəyirəm ki, bu istiqamətlə fəaliyyətimiz artıq 8-ci mərhələyə
başlamışıq və sınaqlarımız davam edir. Burada əsas məsələlərdən biri odur ki, Azərbaycanda olan tullantı əsasında biz yeni polifunksional xassələrə malik olan birləşmələr sintez edirik ki, bu birləşmələr yağlarda, yanacaqlarda, polimerlərdə xüsusilə müsbət təsir göstərir. Belə ki, yağların, yanacaqların oksidləşdirici, antioksidant xassəyə göstərir. Həmçinin polimerlərdə radiasiya əleyhinə və onların temperatura qarşı davamlılığını artırır. Digər məsələ isə layihəmizin yaşıl texnologiyanın, yaşıl kimyanın prinsiplərinə cavab verməsidir ki, bu da ətraf mühitə düşən tullantıların azalmasına və təbii resurslardan daha səmərəli istifadəyə səbəb olur. Durna xanım, elmi fəaliyyətiniz dövründə sizi ən çox düşündürən və ya çətinlik yaratmış tədqiqat hansıdır? Mənim üçün ən çətin tədqiqat elmi nəticəsi görülməyən tədqiqatlardır. Belə ki, bəzən elə olur ki, biz bir dəfəyə nəticə ala bilmirik, aylarla təcrübələrimizi davam etdiririk və gözlənilmədiyimiz anda biz elmi nəticə alırıq. Bu zaman mən düşünürəm ki, həmin uğursuz nəticə əgər alınırsa, bu itirilmiş zaman hesab etmirəm. Çünki biz bu prosesdə öyrənirik. Bu prosesdə yeni məlumatlar əldə edirik, yeni istiqamətləri araşdırmağa başlayırıq. Yəni düşünürəm ki, bu qədər. Günay xanım, və sizcə yaşıl kimya, süni intellekt və rəqəmsal texnologiyalar fonunda Azərbaycanda kimya hansı istiqamətlər üzrə inkişaf etməlidir? Bu çox hər istiqamət hal-hazırda qlobal aləmdə çox vacib hesab olunur. Süni intellekt bu dövrdə əsas kimyanın artıq əsasını təşkil etməkdədir. Belə ki, o yalnız proseslərin optimallaşdırılması istiqamətində yox, həmçinin böyük həcmli məlumatların təhlilində də tədqiqatçılara çox kömək edir və bu istiqamətdə nəticələr əldə edən ölkələr artıq kifayət qədər irəliləməkdədir. Yaşıl texnologiya dedikdə isə bayaq da qeyd etdiyim kimi, bunun əsas məqsədi ətraf mühitə düşən yükün azaldılması və daha resurslardan daha səmərəli istifadə etməyə əsaslanır ki, bu hər iki faktorun bir-birinə inteqrasiyası gələcəkdə Azərbaycan elminin daha qlobal aləmdə elmi potensialının artmasına səbəb olacağına inanıram. Durna xanım, və sizcə bugün Azərbaycanda neft kimyası sahəsində hansı istiqamətlər daha çox inkişaf etməlidir? Zənnimcə hal-hazırda Azərbaycanda neft kimya sənayesi sahəsində bu istiqamətdə əsas olaraq ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı innovativ texnologiyaların inkişafı əsas vacib şərtlərdən biridir. Xüsusilə korroziyaya qarşı yeni nəsil materialların hazırlanması, neftlə çirklənmiş torpaqların bioloji üsullarla təmizlənməsi, sənaye tullantılarının səmərəli emalı və süni intellektin tətbiqi böyük uğurların əldə olunmasına nəticə yaradır. Eyni zamanda digər tərəfdən də biz əgər elmi tədqiqat institutu olaraq universitetlər və sənaye ilə birlikdə əməkdaşlıqlar yaradarıqsa, bu da öz növbəsində neft kimya sahəsində irəliləyişlərin yaranmasına gətirib çıxarır. Günay xanım, yaşıl texnologiya və ekoloji təhlükəsizlik istiqamətində apardığınız tədqiqatların gələcəkdə insan həyatına hansı təsirləri ola bilər sizcə? Qeyd etmək istədiyim əsas nüanslardan biri odur ki, yaşıl texnologiya yalnız yeni maddələrin sintezi ilə əlaqədar deyil. Bu ifadə həm də ətraf mühitdə olan tullantıların səmərəli istifadəsinə, insanların sağlam həyat formasının, gələcək nəsillər üçün davamlı, təmiz ətraf mühitin və dayanıqlı sənayenin formalaşmasına xidmət edir. Bu istiqamətdə aparılan tədqiqatlar isə insanların gələcəkdə sağlam mühitdə yaşamasına davam etməyə təkan verir. Bizim apardığımız təhlükəsiz katalitik sistemdə pirolizin yan məhsulları istiqamətində səmərəli kimyəvi əlavələrin alınması istiqamətində olan layihəmiz isə bizim xammal resurslarımızdan səmərəli istifadə etməyə, həmçinin ətraf mühitə düşən yükü azaltmağa xidmət edir. Durna xanım, elmi fəaliyyətlə yanaşı pedaqoq fəaliyyətinizi də göstərirsiniz. Alim olmaqla müəllim olmaq ortaq cəhətləri hansılardır sizcə? Bəli, doğru, çox düzgün qeyd etdiniz. Mən həm Neft Kimya Prosesləri İnstitutunda elmi fəaliyyətimi üzrə davam edirəm. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğulam. Alim olmaq və müəllim
olmaq, bu hər iki sahə bir-birindən ayrılmaz anlayışlardır. Çünki bilirsiniz, alim yeni tədqiqatlar, yeni kəşflər yaradır. Müəllim isə bu biliklərdən istifadə edərək yeni alimlərin yetişməsinə səy göstərir. Doğrudan da biz diqqət yetirsək, ilk öncə biz məktəb illərində müəllimlərin dəstəyi ilə məktəbi bitirib, bilik alaraq məktəbi bitirib universitetə başlayırıq. Universitetdən Bəli. sonra magistratura pilləsi, doktorantura pilləsi və beləliklə biz alimlik səviyyəsinə çatırıq. Biz diqqət yetirsək, bunların ortaq nöqtəsi, ortaq məqsədi doğrudan da bilik verməkdir. Yəni biliyə əsaslanır. Çok güzel Günay xanım. İlmi tədqiqatlarla uğursuz nəticələr qaçılmazdır. Təbii ki, belə məqamlarda motivasiyanızı necə qoruyursunuz və təcrübələr sizə nə öyrədib? Bizdə elmdə belə bir ifadə var. Mənfi nəticə özü də bir nəticədir. Və əlbəttə ki, biz də tədqiqatlarımız zamanı hər hansı bir mənfi və ya uğursuz nəticə ilə rastlaşırıq. Ancaq düşünürəm ki, gənc alimlər üçün burada əsas məsələlərdən biri odur ki, onlar hər nəticədən sonra daha dərindən düşünməyə və problemlərə yeni yanaşma ilə yaxınlaşmağa sövq olunur. Ancaq ümumiyyətlə elm tarixində belə bir anlayış var ki, bütün uğursuz görünən nəticələrdən sonra daha uğurlu yeni yollar da əldə olunmuş ola bilər. Məsələn, buna misal olaraq göstərə bilərik ki, Roy Planck kimyaçı alim soyuducu maddə kəşf etməyə çalışarkən o teflonu kəşf etmişdir və teflon hal-hazırda sənayedə geniş istifadə olunan polimerdir və bu fakt özlüyündə göstərir ki, uğursuz kimi görünən nəticələr sonradan böyük elmi nailiyyət kimi əldə olunmuş ola bilər. Günay xanım, kimya haqqında cəmiyyətdə formalaşmış ən böyük yanlış təsəvvür sizcə nədir? Məncə ən böyük yanlış təsəvvür insanlar arasında kimya sözünü, terminini eşidən kimi onlar düşünürlər ki, zərərli hesab edirlər kimya sözünü. Əslində bu düzgün deyil. Mən bunu düzgün qəbul etmirəm. Hesab edirəm ki, kimya müəyyən mənada həyatımızın əsasını təşkil edir. Həyatımızda ayrılmaz hissəsi. Çox önəmli. Bəli. Çünki biz gündəlik həyatımızda məsələn qəbul etdiyimiz dərman preparatlarıdır, qida məhsullarıdır, istifadə etdiyimiz kosmetika, geyim məhsulları, aqrar kənd təsərrüfatı məhsulları hər biri maddələrdən təşkil olunmuşdur. Burada problem kimyada deyil, həmən maddələrdən doğru, düzgün miqdarda istifadə olunmasındadır. Əgər biz bu problemi aradan qaldırarıqsa, düşünürəm ki, cəmiyyətdə insanlarda da müsbət təsəvvür yaratmış olaraq kimyaya qarşı. Günay xanım, qadın alim kimi fəaliyyət göstərərkən qarşılaşdığınız çətinliklər sizə hansı həyat dərslərini verib? Ümumiyyətlə mən elə düşünürəm ki, elmdə fəaliyyət göstərən tədqiqatçıları dəyərləndirmək üçün əsas meyar onların cinsiyyəti yox, daha çox peşəkarlığı, əzmi və məqsədlərinə olan inamı nümayiş etdirmək bacarıqlarıdır. Hal-hazırda biz qlobal statistikaya baxsaq görə bilərik ki, elmdə qadınların sayı kifayət qədərdir. Hətta son nəticələrə diqqət etsək görə bilərik ki, bunların sayı elmdə 3,1-dən artıq çoxdur bütün tədqiqatçılar arasında. Ancaq mən elə düşünürəm ki, Azərbaycan elmində olan kimyaçı qadınlar, məsələn Fəzilət Səmədova, İzzət Orucova, Elmira Süleymanova kimi qadınlar, xüsusilə vurğulamaq istəyirəm ki, Elmira Süleymanova 17 il boyunca Azərbaycanın ombudsmanı kimi fəaliyyət göstərmişdir. Bütün bu nümunələr bizə göstərir ki, Azərbaycanlı qadın alimlər nəinki elmdə, həmçinin Azərbaycanın ictimai, siyasi sahəsində də özlərini kifayət qədər yaxşı göstərə bilirlər və uğurlara əldə edə bilirlər. Günay xanım, bir alim üçün beynəlxalq əməkdaşlar nə dərəcədə vacibdir və bu əməkdaşlar elmin inkişafına necə təsir göstərir? Dərya xanım, mən hesab edirəm ki, elm komanda işidir. Hazırda əldə olunan böyük nailiyyətlərin əksəriyyəti beynəlxalq əməkdaşlıqlar nəticəsində əldə olunur. Biz 2025-ci ildə Azərbaycan-Türkiyə birgə 4-cü qrant müsabiqəsində iştirak etdik və qaliblər sırasında yer aldıq.
Qarşı Çox tərəf gözəl, təbrik çox edirik. sağ olun. Ece Universiteti professoru Güvən Özdəmir və onun komandası ilə birlikdə məqsədimiz ətraf mühitin bioloji üsullarla təmizlənməsidir. Yəni heç bir zərər yetirmədən ətraf mühitin təmizlənməsinə xidmət edəcək. Düşünürəm ki, burada həm ölkələr arasında əməkdaşlıq yaranır, ünsiyyət yaranır. Eyni zamanda tələbə müəllim mübadiləsi olur, biliklərin təhlili aparılır. Bu isə hər iki ölkə üçün potensialın inkişafına gətirib çıxarır, elmi potensialın. Günay xanım, Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi gənclərin elmə marağını artırmaq üçün hansı layihələrdən daha vacib hesab edirsiniz? Ümumiyyətlə mən fikirləşirəm ki, gənclərin elmi mühitə gətirilməsinin əsas məsələlərindən biri odur ki, onlar universitet illərindən artıq real tədqiqat mühitinə cəlb olunmalıdır və onların elmi fəaliyyətini dəstəkləyici proqramlar həyata keçirilməlidir ki, ölkəmizdə bir çox belə proqramlar artıq həyata keçirilir. Məsələn, onların beynəlxalq mübadilə proqramlarında iştirak etmələri, konfranslarda və akademik yazı qabiliyyətlərinin artırılması istiqamətində bir çox proqramlar var. Və misal olaraq deyə bilərəm ki, bizim gənc tədqiqatçılar artıq Azərbaycan Elm Fondunun mobillik qrantlarında, yerli qrantlarında və bir çox beynəlxalq qrantlarda, həmçinin mübadilə proqramlarında, Erasmus, Horizon kimi mübadilə proqramlarında iştirak edirlər və ölkəmizi təmsil etməklə yanaşı öz şəxsi inkişaflarına da töhfə verir bu proqramlar. Və xüsusilə qeyd etmək istəyirəm ki, bizim Gənc Alim və Mütəxəssislər Şurası olaraq əsas fəaliyyətimiz gənclər üçün açıq və dəstəkləyici mühitin yaradılmasıdır. Onların beynəlxalq əməkdaşlıqlarının dəstəklənməsi və innovativ ideyalarının həyata keçmələri üçün onlara təkan göstərməkdir. Durna xanım, laboratoriyada işlədiyiniz illər ərzində yaddaşınızda qalan ən maraqlı və ya gözlənilməz bir hadisəni bizimlə bölüşə bilərsinizmi? Böyük məmnuniyyətlə. Biz 2024-cü ilin yay tətili idi. Yəni tətilə yeni başlamışdıq. Əsasən tədqiqatımın böyük bir hissəsi neft quyularında korroziya proseslərinin araşdırılmasına həsr olunubdu. Suraxanı ərazisində yerləşən neft quyularından bizə lay suları gətirildi. Biz analizlərimizi apardıq və müəyyən etdik ki, burada korroziya problemi çox güclü şəkildə mövcuddur, baş verir. Biz bu problemin həllini ilə məşğul olmalıydıq və həllini axtardıq. Bir sıra cəhdlər etməyimizə baxmayaraq gözlədiyimiz nəticələri əldə edə bilmirdik. Yəni bir gün mən axşamüstü idi, elmi rəhbərim, institutumuzun baş direktoru akademik Vaqif Abbasova zəng vurdum və onunla Qazaxıstan, Özbəkistan neft yataqları ilə bizim yataqların fərqini, yəni fikir mübadiləsi apardıq. İnanırsınız, mən həmən gecə yatmadım və düşündüm ki, nə isə etməliyəm ki, müsbət nəticə əldə edib. Səhər laboratoriyaya daxil olan zaman əməkdaşlardan xahiş etdim ki, mənə müxtəlif su nümunələri gətirsinlər. Lay suyu, distillə suyu, bir də texniki su. İnhibitoru hər üç su mühitində yoxladıq və mən burada artıq axtardığım cavabı tapdım. Tez rəhbərimlə əlaqə saxladım. Müəyyənləşdirdim ki, mən bizə gələn lay suyunu rentgen etmək istəyirəm və yenidən suyun götürülməsində özüm iştirak etmək istəyirəm. Biz yollandıq həmən sahələrə, quyuya. Biz orada mütəxəssislərlə söhbət etdik və söhbət əsasında mən anladım ki, bizə gələn lay suyu artıq reagentli idi və biz də ora yeni inhibitor əlavə etdikdə antagonizm hadisəsi baş verirdi. Bu səbəbdən də istədiyimiz nəticəni əldə edə bilmirdik. Yəni biz aynı bu söhbət əsasında demək olar ki, cavabı aldıq. Yeni inhibitorlar istifadə edərək problemin həllini tapmış olduq. İstədiyiniz kimi oldu. Bəli, ən çox yadda qalan hadisədir mənim üçün. Günay xanım, ilin gənc alimi diplomuna layiq görülmüsünüz. Bu mükafat sizin üçün ilk növbədə qiymətləndirmədirmi, yoxsa daha böyük məsuliyyətdir? Bəli, ilin gənc alimi diplomu mənim üçün çox böyük işlərimə verilən dəyərdir, həmçinin çox böyük motivasiyadır. Amma bütün uğurlar özlüyündə yeni məsuliyyətlər gətirir. Bu uğur da bizə daha böyük hədəflər, daha böyük tədqiqat planları həyata keçirilmişdir. Amma mənim üçün əsas olan məsələlərdən biri odur ki, əldə etdiyimiz nailiyyətlər yalnız mənim şəxsi uğurum kimi qalmasın, ölkəmizin elmi potensialının inkişafına, gənclərin inkişafına töhfə verməklə daha çox dəyərli olacağını düşünürəm.
Dörnər xanım, süni intellekt və ya texnologiyalarının kimya sahəsində aparılan tədqiqatlarla təsiri necə qiymətləndirirsiniz? Dərya xanım, az öncə həmkarım da bu suala cavab verdi. Mən onun fikrinə qoşularaq qeyd etmək istəyirəm ki, yalnız kimyada deyil, demək olar ki, hazırda müxtəlif elm sahələrində süni intellekt tətbiq edilir. Kimyada da, yəni əsas rolu bundan ibarətdir ki, məlumatlar bazası yaradılır və bu məlumatlar bazası məlumatların tez bir zamanda təhlilinə əsaslanır. İstənilən təcrübəni qoyan zaman biz ani moment zamanda, ani anda istədiyimiz məlumatlara baxaraq onlardan istifadə edirik. Bu həm zaman baxımından sürətli olur. Yəni biz istədiyimiz tədqiqatı tez bir zamanda yerinə yetirmiş oluruq. Eyni zamanda təhlillər də, geniş təhlillər aparılır və hər bir alim burdan yararlana bilər. Düşünürəm ki, gələcəkdə süni intellekt alimləri əvəz etməyəcək, lakin alimlər daha, yəni süni intellektdən istifadə edərək daha səmərəli üsullar yaratmış olacaqlar. Günay xanım, tədqiqat mövzularını seçərkən hansı meyarlar əsas götürürsünüz? İlmi yenilik, praktik tətbiq yoxsa cəmiyyətin ehtiyacları üçün sizin üçün daha ön plandadır? Biz tədqiqat mövzularımızı seçərkən əlbəttə işin elmi yeniliyi çox vacibdir. Ancaq ölkəmizin real ehtiyacları, bu ölkəmizə veriləcək səmərəli nəticələr bizim üçün daha vacibdir. Azərbaycan Respublikasının prezidenti hörmətli cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında da qeyd etdiyi kimi, o deyirdi ki, Azərbaycanlı alimlərin nəticələri yalnız məqalələrdə qalmamalı, ölkəmizin real həyatına təsir etməli, iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməlidir. Biz də öz tədqiqatlarımızı apararkən bu prinsipə əsaslanırıq və hər hansı bir yeni tədqiqat seçimi edərkən ölkəmizin ekoloji və sənaye problemlərini nəzərə alaraq onun elmi yeniliyi və işin elmi yeniliyi və tətbiqi imkanlarının uzlaşmasına çalışırıq. Dörnər xanım, qarşıdakı illər üçün əsas ilmi hədəfləriniz və həyata keçirmək istədiyiniz layihələr hansılardır? Qarşıdakı illərdə əsas məqsədim doktorluq, elmlər doktorluğu dissertasiyamı yekunlaşdırmaq və bu il əldə etdiyimiz qrant layihəni Türkiyə əməkdaşları ilə olan Azərbaycan-Türkiyə bircə qrant layihəsini uğurla tamamlamaq. Bizim qarşıda 2 il müddətimiz var. Çox gözəl. Bəli, biz çalışacağıq ki, ölkəmizdə neftlə çirklənmiş torpaqların bioloji üsullarla zərərsiz şəkildə mühafizəsini yerinə yetirək, təmin etmiş olaq. Eyni zamanda düşünürəm ki, gələcəkdə də biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Günay xanım, son illər ölkəmizdə elm və gənclər siyasəti çərçivəsində həyata keçirilən təşəbbüsləri necə qiymətləndirərsiniz və bu istiqamətdə institut rəhbərliyinin dəstəyini fəaliyyətinizdə hansı formada hiss edirsiniz? Qeyd etmək istəyirəm ki, son illərdə ölkəmizdə elm və gənclər siyasətini çox yüksək dəyərləndiririk. Çünki bu istiqamətdə çox böyük şaxəli işlər davam etdirilir. Belə ki, Sabahın alimləri müsabiqəsindən tutmuş, xarici təhsil üzrə dövlət proqramına nəzər salsaq, bunların hər biri gələcəkdə Azərbaycanın elmi potensialının güclənməsinə və Azərbaycanın beynəlxalq elmi arenada təmsil olunmasına xidmət edir. Bizim institutumuzun Akademik Yusif Məmməd Əliyev adlı Neft Kimya Prosesləri İnstitutunun bu sahədə gördüyü işlər haqqında danışmaq üçün qeyd edə bilərəm ki, Azərbaycanda elmi tədqiqat institutları içərisində ən çox gənc alim yetişdirən müəssisələrdən biridir ki, bu özlüyündə göstərir ki, bizim institutun rəhbərliyi gənclərə nə qədər etimad göstərir və onları nə qədər dəstəkləyir. Dörnər xanım və Günay xanım, elmi yolu seçmək istəyən gənclərə və gələcəyin tədqiqatçılarına hansı tövsiyələri vermək istərdiniz? Gənclərə demək istərdim ki, elm maraqla başlayır, zəhmətlə inkişaf edir və səbrlə uğura çevrilir. Bu yolda onların hər birinə
müvəffəqiyyətlər arzu edirəm. Təbii ki, onların bu yolda müəyyən qədər çətinlikləri olacaq. Onlar çalışmalıdırlar ki, bu çətinlikləri aradan qaldırsınlar və gedən yolda özlərindən əmin şəkildə, əmin addımlarla irəliləsinlər və düşünürəm ki, bu istiqamətdə formalaşan gənclərimiz gələcəkdə həm ölkəmizi yüksək səviyyədə təmsil edəcəklər, eyni zamanda dünya elminə də öz tövsiyələrini vermiş olacaqlar. Günay xanım, Durna xanım, bu səmimi və dəyərli söhbət üçün sizə dərin təşəkkür edirik. Çox sağ olun. Biz də sizə təşəkkür edirik. İcazə verirsinizsə, sonda təşəkkürümüzü bildirək. Buyurun. İcazənizlə mən bu gün burada olmağımızı bizim institutun baş direktoru akademik Vaqif Abbasova dərin təşəkkürümü, səmimi təşəkkürümü bildirirəm ki, Vaqif müəllim bizim üçün həm elmi rəhbərim, elmi məsləhətçim olmaqla bərabər bütün tədqiqat istiqamətində bizə əlindən gələn köməkçilikləri edir və bu gün burada olmağımız özü də böyük təşəbbüsdür. Mən də sizə bir daha öz dəvətinizə görə təşəkkür edirəm. Əlbəttə institutumuzun baş direktoru hörmətli akademik Vaqif Abbasova və institutumuzun bütün kollektivinə bizə tədqiqatlarımız boyunca göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Təşəkkür edirik sizə və izləyicilərimizə də uğurlar arzulayırıq. Biz də çox təşəkkür edirik. Sağ olun. Bugünkü söhbətimiz bir daha göstərdi ki, elm, xüsusilə də kimya elmi yalnız laboratoriyalara məhdudlaşmır. Eyni zamanda cəmiyyətin inkişafına, ətraf mühitin qorunmasına və gələcəyin innovativ texnologiyalarının formalaşmasında mühüm töhfə verir. Hörmətli TV1 kanalının tamaşaçıları, sizinlə birlikdə Darya Əlzadə idi. Biz isə sizinlə yeni görüşlərə dək sağollaşırıq.